Hamınızı salamlayıram dostlar, necəsiz? Dünən anamla bağlı paylaşdığım paylaşımda bayağı bir Instagramda linç yemişəm. İşte adam anasına xərclədiyi pulu yazmaz, deməz falan. Mən onu zarafat olsun, gülmək üçün demişəm. Çünki o mahnı elə bir mahnıdır ki, ora hamı nəsə komik bir şey yazır. Məlumatı olmayanlar girib Instagramdan baxa bilər, Instagram səhifəmdən. Deməli, mən hər halda mənim anamı məndən çox istəmirsiniz və məni tanıyan, yaxından tanıyan insanlar bilirlər ki, mən necə valideynə baxıram. Mən illərdir necə valideynlərimə baxıram və bu mənim borcumdur və mən bunu sevə-sevə eləyirəm. Nə qədər ki, canımda can var, nə qədər ki, ömrüm var, həyatım var. Mən hər zaman anamla, atamın yanındayam. Və buna elə adamlar yazır ki, bəlkə də ki, həyatlarında 1 manatlarından keçməyiblər valideynlər üçün. Sadəcə gözləyirlər ki, kimsə nəsə bir şey paylaşsın, biz də onu linç deyək. Biraz onsuz da son zamanlar stresli günlər keçirirəm, amma insan biraz danışmaq istəyir, biraz gülmək istəyir və dünən mən elə vəziyyətdəydim ki, 4 saat, 5 saat xəstəxanada olmuşam və neçə gündür mən, özünüz bilirsiniz, bəlkə 10 gündən çoxdur ki, acillərdə qalmışam. Allah heç kimi sağlamlıqla sınaq eləməsin. Anam da mənim, özünüz bilirsiniz, çox həssas yerimdir. Mən anama, nə bilim, nəyim var xərcləyərəm, uf da eləmərəm. Yəni, bir ki, məni tanıyırsaq, mən elə evlad deyilmə, o yersiz linçlər məncə lazım deyil də, qəlb qırmaq. Məni əgər tanıyırsınızsa, məni əgər illərdir izləyirsinizsə, bilirsiniz ki, mən necə mənim göydə Allah, yerdə anam həssas nöqtəmdir də. Ona görə dostlar, nə olar, biraz dilimizi şirin elə, biraz insanların psixologiyasını anlayaq. Neçə gündür zaten pisəm, neçə gündür özünüz görürsünüz, xəstəxanalarda tək gözləyirəm. Dünən podruqam gəldi, sağ olsun. Yəni o mənada tək yox. İnsan yenə də dara düşəndə təkdir də, özünüz bilirsiniz, stres altında olur. 5 dəqiqə danışdıq, güdük burnumdan gətirdiniz Allah haqqı. Kommentariyalara baxıram, əsəb keçirdirəm. Zaten özümdə son zamanlar ürəyimdə bilirsiniz, çırpıntılar çox olurdu. Həkimə getdim, üstünüzə sağlıq, belə şey kimi çıxmasın. Amma linçin səbəbini deyirəm. Özüm də ürəyimdən yoxlandım. Mənə antidepresan yazıblar və mən hər axşam antidepresan içirəm. Çünki anama görə çox stres keçirdim. Ondan əlavə də biraz yaşadıqlarım falan bayağı mən neçə il idi ki, özünüz bilirsiniz, depressiv həyat yaşayırdım. Buna görə yəni biraz danışaq, gülək, vallahi həyat qısadır. Linç deməyək, insanların nə yaşadığını, bir də empati quraq da. Yəni bir baxın görün, o sözə mən layiq bir insanam mı? Yəni bir baxın, mən necə anamı sevirəm, necə onun uşaq kimi qulluğunda dururam. Ondan sonra o sözü mənə deyin də. Nə deyim, öpürəm sizi. Sevirəm. Bu arada anamın cavabları da kolonoskopi dünən olundu. Narahat olan insanlar üçün deyirəm. Və hələ hal-hazırda da xəstəxanadan gəlirəm. İçərdən biopsilər götürülür. Biopsiyə verdik də. Yəni o nə deyirlər ona? Aylar, tibbi savadımda yoxdur. Elə bil ki, içərdən götürdülər analizlər və biz onu əkilməyə göndərdik, belə deyim. İndi verdik, 10-12 günə cavablar çıxacaq. Pozitiv olmaq istəyirəm. Əminəm ki, gözəl cavablar çıxacaq. Allaha güvənirəm. Sizi çox sevirəm. Yaxşı. Hamınızı salamlayıram dostlar, necəsiz? Dünən anamla bağlı paylaşdığım paylaşımda bayağı bir Instagramda linç yemişəm. İşte adam anasına xərclədiyi pulu yazmaz, deməz falan. Mən onu zarafat olsun, gülmək üçün demişəm. Çünki o mahnı elə bir mahnıdır ki, ora hamı nəsə komik bir şey yazır. Məlumatı olmayanlar girib Instagramdan baxa bilər, Instagram səhifəmdən. Deməli, mən hər halda mənim anamı məndən çox istəmirsiniz və məni tanıyan, yaxından tanıyan insanlar bilirlər ki, mən necə valideynə baxıram. Mən illərdir necə valideynlərimə baxıram və bu mənim borcumdur və mən bunu sevə-sevə eləyirəm. Nə qədər ki, canımda can var, nə qədər ki, ömrüm var, həyatım var. Mən hər zaman anamla, atamın yanındayam. Və buna elə adamlar yazır ki, bəlkə də ki, həyatlarında 1 manatlarından keçməyiblər valideynlər üçün. Sadəcə gözləyirlər ki, kimsə nəsə bir şey paylaşsın, biz də onu linç deyək.
Biraz onsuz da son zamanlar stresli günlər keçirirəm, amma insan biraz danışmaq istəyir, biraz gülmək istəyir və dünən mən elə vəziyyətdəydim ki, 4 saat, 5 saat xəstəxanada olmuşam və neçə gündür mən özünüz bilirsiniz, bəlkə 10 gündən çoxdur ki, acillərdə qalmışam. Allah heç kimi sağlamlıqla sınaq eləməsin. Anam da mənim özünüz bilirsiniz, çox həssas yerimdir. Mən anama nə bilim, nəyim var xərcləyərəm, uf da eləmərəm. Yəni, bir ki, məni tanıyırsaq, mən elə evlad deyilmə, o yersiz linçlər məncə lazım deyil də, qəlb qırmaq. Məni əgər tanıyırsınızsa, məni əgər illərdir izləyirsinizsə, bilirsiniz ki, mən necə mənim göydə Allah, yerdə anam həssas nöqtəmdir də. Ona görə dostlar, nə olar, biraz dilimizi şirin elə, biraz insanların psixologiyasını anlayaq. Neçə gündür zaten pisəm, neçə gündə özünüz görürsünüz, xəstəxanalarda tək gözləyirəm. Düzüdülən podruqam gəldi, sağ olsun. Yəni, o mənada tək yox. İnsan yenə də dara düşəndə təkdir də, özünüz bilirsiniz, stres altında olur. 5 dəqiqə danışdıq, götüb burnumdan gətirdiniz Allah haqqı. Komentariyalara baxıram, əsəb keçirdirəm. Zaten özümdə son zamanlar ürəyimdə bilirsiniz, çırpıntılar çox olurdu. Həkimə getdim, üstünüzə sağlıq, belə şey kimi çıxmasın. Amma linçin səbəbini deyirəm. Özüm də ürəyimdən yoxlandım. Mənə antidepresan yazıblar və mən hər axşam antidepresan içirəm. Çünki anama görə çox stres keçirdim. Ondan əlavə də biraz yaşadıqlarım falan bayağı mən neçə il idi ki, özünüz bilirsiniz, depressiv həyat yaşayırdım. Buna görə yəni biraz danışaq gülək, vallahi həyat qısadır. Linç deməyək insanların nə yaşadığını, bir də empati quraq da. Yəni bir baxın görün o sözə mən layiq bir insanam mı? Yəni bir baxın mən necə anamı sevirəm, necə onun uşaq kimi qulluğunda dururam. Ondan sonra o sözü mənə deyin də. Nə deyim, öpürəm sizi. Sevirəm. Bu arada anamın cavabları da kolonoskopi dünən olundu. Narahat olan insanlar üçün deyirəm. Və hələ hal-hazırda da xəstəxanadan gəlirəm. İçərdən biopsilər götürür, biopsiyə verdik də. Yəni o nə deyirlər ona? Allah, tibbi savadım da yoxdur. Elə bil ki, içərdən götürdülər analizlər və biz onu əkilməyə göndərdik, belə deyim. İndi verdik, 10-12 günə cavablar çıxacaq. Pozitiv olmaq istəyirəm, əminəm ki, gözəl cavablar çıxacaq. Allaha güvənirəm, sizi çox sevirəm. Yaxşı.